Peyğəmbər salavatullah buyurur, Əl-həccü əfzəlül cihad. Həcc ən fəzilətli cihaddır. Təbii ki, ad alidir, amma gərək hər birimiz o ziyarətlərin adını da qoruyub saxlaya bilək. Bizim bir millət olaraq, bir xalq olaraq milli mental adət-ənənələrimiz var və xüsusilə bu dində olanlara və xüsusilə bu ziyarətdə olanlara böyük hörmət, ehtiram. Amma gərək biz əməlimizlə büzür etməyək ki, o ada xələl gətirək, o adı hörmətdən salaq. Büzür olmayaq ki, elə Məşədilər, Kərbəlayilər, həccə gedib gələn hacılar da o adın əzəmət və o gözəlliyin qoruyub saxlaya bilmədiyi üçün biz ona zinət əvəzinə ləkə olaq. Belə olanlardan gərək insan olmasın.